Əllamə Hilli Nəcəfdə yazırlar ki, 15 yaşı olmamışdı, bu müştehidlik dərəcəsini almışdı. 15 yaşı yox idi. İslam aləmində böyük səmərələri olub bu alimin. Hətta eşitmişsiniz, Bağdadda şahı döndərib şiyə eləyib bu alim. Şahı döndərib, biz bir dənə adamı döndərib şiyə eləyə bilmirik, müsəlman eləyə bilmirik, yola gətirə bilmirik. Bu şahı vilayətin şahını döndərib şiyə eləyib. Hər oğlun işi deyil bu. Nə cür? Şah öz arvadına 3 dəfə talaq vermişdi. Bir məclisdə 3 dəfə talaq verdi. Və şahın özü, onun ətrafında olanlar hamısı başqa məzhəbin nümayəndələri, Hənəfi, Maliki, Şafii və Həmbəli məzhəbinin nümayəndələri idilər. Hristiəndə birdən olur da, bizdə o talaq düz sayılmır. Amma onlarda düz sayılır. Bir məclisdə 3 dəfə talaq verdi, bir nəfər kişi öz arvadına, artıq gərək ondan evlənməsin. O xanım gərək ikinci bir kişiyə ərə gedə, onunla yaşaya, ondan boşana, sonra bu kişi o arvadı ala bilər. Bu şəriətin hökmüdür. 3 talaqdan sonra kişi arvada qayıda bilmir. İndi bu da şah hirslənmişdi, arvadına 3 dəfə talaq verdi. Sonra peşman oldu. Yığdı bütün vəzir vəkilləri, mən neyniyim? Dedilər ki, şah sağ olsun. Ancaq şəriətin hökmü budur ki, arvad gərək ikinci kişiyə ərə gedə. Ondan sonra onunla 1 ay, 5 ay yaşadı, sonra o bunu boşaya təzədən sən alasan. Şah da buna təbii ki, razılıq vermədi. Dedi, sizin hamınızın nəzəri bu məsələdə eynidir. Dedilər ki, bəli. Dedi, yaxı sizin çox məsələdə ixtilafınız var. Dəstəmazda, əli bağlı namaz qılmaqda, bunlarda ixtilaf var axı. Öz aralarında, o 4 məzhəbin öz arasında. Bu məsələdə ixtilafınız yoxdur, şahın bəxtindən yoxdur. İndi biri desə ki, onlardan, bəli, mənim fətvama əsasən bu cür talaq batildir, şah keçəcəkdi o məzhəbə. Bir vəzirlərdən biri dedi ki, şah sağ olsun. Şahın adı Sultan Muhammed Xudabəndə şah olub. Dedi, şah sağ olsun. Hillə diyarında bir alim yaşayır. O alim əhl-i şiədir. Onun nəzərində sənin arvada verdiyin bu talaq batildir, düz deyil. Şah alimin adını eşidən kimi dedi, gətirin onu bura. Əllamə Hillini indi məclisə dəvət edirlər. Amma alimlər narazıdır. Dedilər, şah sağ olsun. O alim rafizidir. Dedi, rafizi nədir? Dedi, yəni dindən, Peyğəmbərin qoyduğu qayda qanundan çıxıb. Dedi, eybi yox. O gəlsin bir onu da dinləyək. Buna sərf Allah bir cür fırladıb həqiqəti ki, sərf eləyir buna, istəyir həqiqəti bu şahın əli ilə insanlara çatdırsın. Deyir, məclisə Əllamə Hillin dəvət eləyirlər. Ağa ayaqqablarını soyundu, götürdü, vurdu qoltuğuna, girdi məclisə. Daxil oldu məclisə, baxdı məclisə sağa sola, gördü bir dənə yer var şahın yanında. Düz gəldi, oturdu şahın yanında. Bu alimlər başladılar irad tutmağa. Bu nədir? Şahın yanında niyə oturursan? Dedi, neyniyim, yer elə bir dənə buradadır da, başqa yerdə harada oturmalıyam? Dedilər, bu boyda ədəbsizlik olmaz. Şahın məclisinə sən ayaqqabların qoltuğunda girirsən. Dedi, qorxdum ki, Hənəfi məzhəbindən olan Hənəfilərdən biri ayaqqabımı oğurlayar. Dedilər, niyə? Dedi, çünki o vaxtı Əbu Hənifə Peyğəmbərin ayaqqabısını oğurlamışdı məclisdən. Deyir, Hənəfi məzhəbinin alimlərindən biri qalxdı ayağa. Dedi, sizin elmi səviyyəvizə yaraşmaz. Peyğəmbər dövründə Əbu Hənifə var idi. 100 il ondan sonra dünyaya gəlib Əbu Hənifə. Dedi, çaşdı mı? Maliki oğurlamışdı Peyğəmbərin ayaqqabılarını. Maliki məzhəbinin də alimi qalxdı ayağa. Dedi, Əllamə, o dövrdə axı Malik olmayıb. Malik də 100 il sonra dünyaya gəlib. Dedi, çaşdım, Şafii oğurlamışdı Peyğəmbərin ayaqqabılarını. Şafii də durdu, dedi ki, Peyğəmbər dövründə Şafii olmayıb. O da Peyğəmbərdən sonra dünyaya gəlib. Dedi, çaşdım, Əhməd ibn Həmbəl oğurlayıb. Həmbəli məzhəbinin də alimi qalxdı ayağa, dedi, yox. Dedi, yaxşı, bunların heç biri oğurlamayıb. Şaha üzün tutdu. Dedi ki, şah sağ olsun, gördün. Bunların hamısı təsdiq elədilər ki, Peyğəmbər dövründə bu 4 məzhəbin heç biri olmayıb. Bunlar hardan meydana çıxdı bəs? Bunlar hardan çıxdı meydana? Mən Həzrəti Əlinin, Həzrəti Fatimənin, Həsən Hüseynin yolunu tutmuşam. Onların verdiyi fətvalarla otururam, dururam. Düz? Həzrəti Əli Peyğəmbərin qucağında böyüyüb, Peyğəmbər də Həzrəti Əlinin qucağında ölüb. Həzrəti Fatimə mənim cigər param. Bu insanların mən yolunu tutmuşam ki, Peyğəmbər bunları görüb, təsdiqləyib, bunlar üçün söz deyib. Şah dedi, bundan sonra mənim vilayətimdən nə qədər
məscid var. Bütün məscidin divarlarına, içinə və çölünə 12 imamın adını yazarsınız. Sikkə qızıl pullar olur. O məsum imamların adın o qızılın üstünə peçat kimi vurarsınız. Sultan Muhammed Xudabəndə Şah dönür Şiəliyi qəbul edir. Və orada bir adam olub, Seyyid olub özü də. İraqın Mosul şəhərindən. Seyyid Mosuli deyirlər adına. Bir qalxdı ayağa. Dedi ki, siz alimlər Əhl-i Beytdən Əhl-i Beytə də salavat göndərirsiniz. Əhl-i Beytə də salavat göndərirsiniz. Axı Quranda Allah ancaq Peyğəmbərə salavat göndərir. Bu Əhl-i Beyti siz niyə əlavə edirsiniz ora? Əllamə-i Hilli həmin bax bu ayəni oxudu. Dedi, ən böyük müsibət onlara gəlib və onlar bu müsibətdə ən böyük səbir nümayiş elətdiriblər. Allah da bu ayədə onlara salavatın və rəhmətin nazil eləyir. Seyyid dedi ki, Əllamə, onlara nə müsibət gəlib ki? Baxdı, gördü, kişi qızıl xırdalayır burada. Bu qaydır deyir ki, onlara nə müsibət gəlib ki? O insanların başını kəsiblər, zəhərləyiblər, Kərbəlada qırıblar, bunları doğrayıblar. Bu deyir ki, bunlara nə müsibət gəlib ki? Bunların nə müsibəti var ki? Bu Əllamə buna nə desin, nə apar, nə gətir? Dedi, onların ən böyük müsibəti bilirsən nədir? Dedi, nədir? Dedi, onların nəslindən səni kimi insanlar çıxıb. Bu onlar üçün hələ böyük müsibətdir də. O cür insanlardan səni kimi haqqı, həqiqəti kör olub görməyən insanlar çıxıb. حسين